Bismillah və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Əziz müsəlmanlar, Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, İnnəkə lə alə xuluqin azim. Ey Məhəmməd, həqiqətən sən əzəmətli əxlaq üzərindəsən. Allah Azza və Cəllə Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmi tərifləyir və buyurur ki, sən əzəmətli əxlaq üzərindəsən. Və əxlaq nə deməkdir? Birinci əxlaq, yəni hikmətli olmaq deməkdir. Yəni Allah Azza və Cəllə buyurur ki, ey Məhəmməd, sən həqiqətən əzəmətli əxlaq üzərindəsən və bu əxlaqın daxilində bir hikmət var. Yəni, həqiqətən sən, ey Məhəmməd, hikmətlisən. Hikmət nədir? İbn-i Qeym rəhməhullah buyurur ki, hikmət, elm və əməl cəmlənəndə ortaya çıxır. Hikmət, elm və əməl cəmlənəndə ortaya çıxır. Və başqa bir sözlə desək, hikmət insanın hər bir vəziyyətdə doğru olanı doğru vaxtda və doğru şəkildə etməsi deməkdir. Hikmət bu deməkdir. Yəni, hikmətin daxilində nə var? Elm. Yəni, elm. Mövzunu düzgün anlamaq, düzgün başa düşmək. Sonra bəsirət var. Yəni, nəticəni görmək, ardını düşünmək. Sonra mizan var, yəni çəki var. Məsələlərin dəyərini bilməlisən. Hikmətli olmaq bu deməkdir. Sonra təvazökarlıq var hikmətdə. Yəni, ey Məhəmməd, sən əzəmətli əxlaq üzərindəsən, o əxlaqın daxilinə hikmət daxildir. Və hikmət də, əziz müsəlmanlar, elmlə olur, bəsirətlə olur, mizanla olur və təvazökarlıqla olur. Ona görə Allah Azza və Cəllə Bəqərə surəsinin 269-cu ayəsində buyurur ki, وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ اُوْتِيَ خَيْرًا كَثِيرًا. Kimə hikmət verilmişdirsə, ona çox böyük xeyir verilmişdir. Allah Quran-ı Kərimdə hikmət sahiblərin tərifləyir. Yəni, məsələlərə elmlə, bəsirətlə, bir mizanla, təvazökarlıqla yanaşanları Allah Quran-ı Kərimdə övür, tərifləyir və deyir ki, kimə hikmət verilibsə, həqiqətən ona böyük bir xeyir verilmişdir. Hikmətin əksi nə deməkdir? Hikmətin əksi, əziz müsəlmanlar, cahillikdir. Cahillik. Düşünmədən danışmaq, nəticəni hesablamamaq, haqsız yerə qəzəblənmək. Bu halda artıq sən hikmətsiz olursan. Amma hikmətli o deməkdir ki, məsələyə elmlə, bəsirətlə, mizanla, təvazökarlıqla yanaşasan. Və bu halda artıq sənin özün də, belə deyək də, hörmətli olursan və dediyin söz də hörmətli olur, danışığın da hörmətli olur, hər halda hörmətli olursan. Hikmətli olmaq həqiqətən də əzəmətli bir neymətdir. İkinci isə, əziz müsəlmanlar, Allah deyəndə ki, ey Məhəmməd, sən əzəmətli əxlaq üzərindəsən, yəni sən iffətlisən. Hikmətli olmaqla yanaşı, iffətlisən. İffət nədir? İffət nəfsi çəkinliklərdən, həddi aşmaqdan, harama meyldən qorumaqdır. Məsələn, deyirlər ki, filan kəs iffətlidir. İffətli, necə iffətli? Yəni, o insan nəfsini çirkinliklərdən qoruyur, həddini aşmır, harama meyl etmədən özünü qoruyur. Və iffət hansı sahələrdə olur? İffət harada olur? Birinci, gözdə olur iffət. Yəni, harama baxmırsan. İkinci, dildə olur iffət. Qeybət etmirsən, yalan danışmırsan, söyüş söymürsən, insanlara alay etmirsən və s. və s. dillə edilən günahları etmirsən. Sonra iffət qulaqda olur, haramı dinləmirsən, haram şeylərə qulaq asmırsan, haram musiqilərə qulaq asmırsan, ümumiyyətlə musiqiyə qulaq asmırsan və s. və s. qeybətləri dinləmək istəmirsən, boş-boş sözləri eşitmək istəmirsən, qulağı qoruyursan. Sonra qarın iffəti var, qarın iffəti. Haram yeməmək, haram yemirsən, qarnının iffətini qoruyursan. Cinsi iffət var, zina və fahişəlikdən uzaq olursan. Sonra maliyyə iffəti var, qazanc iffəti var. Haram qazanclara meyl etmirsən. Və bu halda artıq sən iffətli olmuş olursan. Ona görə Allah Quran-ı Kərimdə buyurur ki, وَالَّذ۪ينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. Onlar öz iffətlərini qoruyarlar. Onlar öz iffətlərini qoruyarlar. Deməli, əziz müsəlmanlar, İffətli olmaq həqiqətən də həyalı olmaq deməkdir.
İffətli olmaq yumşaq olmaq deməkdir. İffətli olmaq səbirli olmaq deməkdir. İffətli olmaq nəfsi sıxıb saxlamaqdır. Hər istəyə tabi olmamaq deməkdir. Ona görə Allah Quran-ı Kərimdə buyurur ki, ey Muhammed, sən əzəmətli əxlaq üzərindəsən, yəni hikmətlisən, yəni iffətlisən. Üçüncü isə əziz müsəlmanlar, şücaətdir. Yəni Allah buyurur ki, ey Muhammed, sən əzəmətli əxlaq üzərindəsən, yəni sən şücaətlisən, mərdsən, qorxaq deyilsən, haqqı söyləyənsən, haqqı deyənsən, haqqı deməkdə daim şücaətli olursan, düşmən qarşısında cəsarətlisən, doğru qərar verməkdə şücaətlisən, günahı tərk etməkdə şücaətlisən. Ona görə Allah Quran-ı Kərimdə buyurur ki, fələ taxşavun nəsə vaxşavun. İnsanlardan qorxmayın, məndən qorxun. Şücaətli olmaq yalnız Allahdan qorxmaqdır. Əgər sən əxlaqlısansa, deməli sən şücaətli olmalısan. Bəzi insanlar elə bilir ki, əxlaqlı olmaq boynun büküb sakit bir yerdə oturmaqdır, danışmamaqdır, susmaqdır, sakit olmaqdır. Əxlaq tək bu deyil. O iffətdir. Amma əxlaq həmçində şücaətli olmaqdır. Şücaətli olmaq nə deməkdir? Himmətin ucalığı deməkdir. Məqsədə bağlanmaq deməkdir. Başqasına yardım etmək deməkdir. Amma şücaətin ziddi nədir? Qorxaqlıq. Haqqı deməkdən çəkinmək. Hər şeyə boyun əymək. Günahda zəiflik göstərmək. Artıq bu halda sən əxlaqlı olmursan. O bizim Peyğəmbər sallallahu aleyhi və səlləm şücaətli idi. Qorxmaz idi. Daim haqqı müdafiə edirdi. Daim haqqı söyləyirdi. Məzlumların yanındaydı. Məzlumlara kömək olurdu. Onlara dəstək olurdu. Qorxmaz idi, şücaətli idi. Allah deyəndə ki, ey Muhammed, innəkə lə alə xuluqin azim. Ey Muhammed, sən əzəmətli əxlaq üzərindəsən. Yəni, sən çox hikmətlisən. Məsələlərə elmlə baxırsan, bəsirətlə baxırsan, nəticəni hesablayırsan, elmlisən, məsələləri ölçürsən, biçirsən, iffətlisən, dilini qoruyursan, hər şeyi danışmırsan, gözünü qoruyursan, qulağını qoruyursan, qarnını qoruyursan, əllərini qoruyursan, ayaqlarını qoruyursan, çox-çox iffətlisən, ey Muhammed. Üçüncü isə, sən çox şücaətlisən, çox mərdsən. Mərdlikdə bir nömrəsən. Mərd. Şücaətli olmaq. Əxlaqlı olmaq bu deməkdir. Dördüncü isə, ədalətli olmaqdır. Belə deyək də, əxlaqın 4 rükünü var. Əxlaqın 4 rükünü var. Birinci nədir? Hikmət. İkinci nədir? İffət. Üçüncü nədir? Şücaətli olmaq. Dördüncü isə ədalətli olmaq. Ədalət nədir? Hər şeyi öz yerinə qoymaq. Haqq sahibinə haqqı vermək. Allah Quran-ı Kərimdə buyurur ki, İnnəlləhə yə'muru bil-adli vəl-ihsən. Allah ədalətli olmağı əmr edir. Və Allah ədalətli olanları sevir. Sən əgər, bax, hikmətlisənsə, əgər sən iffətlisənsə, əgər şücaətlisənsə, amma səndə ədalət yoxdursa, sən əxlaqlı deyilsən. Sən əxlaqlı deyilsən. Bu 4 dənədən biri yoxdursa, sən əxlaq sifətinə sahiblənmirsən. Bəs Peyğəmbərimiz sallallahu aleyhi və səlləm elə belə deməyib ki, qiyamət günü tərəzidə ən ağır gələn əməl əxlaq olacaqdır. Sizin ən xeyirliniz əxlaqlı olanınızdır. Elə bilirsiniz, əxlaqlı yalnız sakit olmaq, boynu belə bükmək deməkdir. Yox, əxlaqlı olmaq, hikmətli olmaq deməkdir. Əxlaqlı olmaq, iffətli olmaq deməkdir. Əxlaqlı olmaq, mərd olmaq deməkdir. Və əxlaqlı olmaq, ədalətli olmaq deməkdir. Və Allah da bizə ədalətli olmağı əmr edir. Ədalətli olmaq nə deməkdir? Yəni, səmimi olursan, səmimi olursan. Yəni, üçün nədirsə çölün deli olmalıdır. Yəni, bir sifətin olmalıdır. Ümumiyyətlə, kişinin bir sifəti olmalıdır. Kişinin 2-3 sifəti olmamalıdır. Çünki Allah səni bilir, tanıyır. Sən özünü, belə deyək də, Allah yanında təmizə çıxartmalısan. Allah səni bilir.
Sən özünü kiminsə yanında təmizə çıxartmağa ehtiyac yoxdur. Allahla səmimi olmalısan. Ədalətli olmaq həmçinin də dostluğu bacarmaq deməkdir. Dostluğu necə bacarmaq lazımdır? Məsələn, bizim köhnə Azərbaycan kişiləri dostluğu çox yaxşı bacarırdılar. Dostluğun qədrini bilirdilər, qiymətini bilirdilər. Qardaş dost seçmirdilər, fərq qoymurdular. Amma bugünkü gündə dostluğu görürsən, dost ayaq altı qazır, dost sənə iftira atır, sənə şər atır, sənə alçalmağını istəyir. Bu dostluq deyil. Bu ədalətli olmaq deyil. Bu ikiyüzlülükdür. Bu səmimiyyətsizlikdir. Sonra ədalətli olmaq, əziz müsəlmanlar, kin və qəzəbi tərk eləməlisən. Kinli olmamalısan. Qəlbindən o kini çıxartmalısan. Qəzəbi çıxartmalısan. Sonra ədalətli olmaq pisliyi yaxşılıqla dəf etməkdir. Sən əgər ədalətlisənsə, bu sifətlər səndə olmalıdır. Səmimiyyət, dostluq, kini və qəzəbi tərk etmək, sonra qohumlarla əlaqəni qorumaq. Ədalətli adam belə olar. Qohumlarla əlaqəni qoruyur, pisliyi yaxşılıqla dəf edir, yumşaq olur, mərhəmətli olur, insanlara qarşı insaflı olur. Yəni, insanlara qarşı çox insaflı olur. Ədalətli olmaq bu deməkdir. Ədalətin əksi nədir? Zülm. Əxlaqın ən çirkin növü. Belə deyək də, əxlaqsızlığın ən çirkin növü. Zülmdür. Birinci, Allah qarşısında zülm. Allah şirk qoşmaq. İkinci, insanlara zülm. Haqlarını yemək, haqlarını tapdalamaq. İnsanlar haqqında boş-boş şayələr yaymaq. Onlar haqqında sözlər gəzdirmək, şayələr yazıb insanlar arasında onun hörmətini salmaq. Zülmdür insanlara. Sonra isə nəfsə zülm var. Yəni, günahlarla özünə zülm edirsən. Bu 4 əsas sifət Peyğəmbər sallallahu aleyhi və səlləmdə mükəmməl şəkildə toplanmışdır. Ya təsəvvür et ki, bir Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm bu 4 sifəti özündə kamil şəkildə toplamışdır. Yəni, çox hikmətli idi, çox iffətli idi, çox mərd idi, çox ədalətli idi. Ona görə Allah buyurur ki, və innəkə lə'alə xuluqin azim. Ey Muhammed, sən əzəmətli əxlaqın üzərindəsən. Çox-çox əxlaqlısan. Və Allah Azza və Cəllə bu ayədə Peyğəmbər sallallahu aleyhi və səlləm əxlaqını tərifləyir. Başqa bir ayədə də buyurur ki, o Muhammeddə sizin üçün nümunə vardır. Sizin üçün örnək vardır. Yəni, onu nümunə götürün, onu özünüzə örnək götürün. Onu özünüzə götürsəniz, hikmətli olacaqsınız, iffətli olacaqsınız, şücaətli olacaqsınız və ədalətli olacaqsınız. Bu qədər. Allah bizi eşidib faydalardan etsin.